Milli Məclisdə bir deputat var. Adı Mikhail Zabelindir. 78 yaşı var və bu adam 30 ildir ki, Milli Məclisdə bir kreslonu özəlləşdirib orada oturub güya işləyir. Bu adam Azərbaycan xalqı üçün gic-gic qanunlar qəbul eləyir. Amma Azərbaycan dilində danışa bilmir. Azərbaycan dilində heç nə başa düşmür. Təsəvvür edirsiniz, faciədir. Bəziləri iddia edir ki, ölkədə siyasi məhbuslar var. Hansı? Hansı iddialar? Siyasi məhbuslar var, siyasi fikrinə görə həbs olunanlar var, vicdan məhbuslar var qeyd edirlər. Nə deyirsiniz bu barədə? Varmı sizcə? Mənə ideya Yeni Azərbaycan Partiyasının yaxşı orada demişdilər bugün. Nə ideya? İdeya Heydər Əliyevin yolu getmək lazımdır. Bizim prezident bu yolu gedir. Vəssalam, bu ideyadır. O birisi ideya mən tanımıram.